Onsuz da sizin apardığınız taksi islahatı, ya bir köpülü yolda, yəni ki, fiyaskoya uğradı da. Deməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir sürücü əlinin yanında, sahibkarın əlinin yanında işləyibsə, aynı portalından sürücü kimi əlavə olunubsa, sonra gedir özü avtomobil götürüb, özel formada işləmək istəyirsə, sahibkar da öz avtomobilinə özü kartını alır. Taksi ilə əlaqəsi yoxdur. İcarə avtomobil verir. Həmən sürücü də gedir aynaya ki, bəs məni ləğv edin, kimlərsə tərəfindən əlavə olmuşam, bilmirəm də aradı. Onlar da onu ləğv eləmir. Ləğv eləsə belə, avtomobil götürdüyü şəxs onu yenidən əlavə eləmək istəsə, sistemə əlavə edə bilmir. Yəni, bunu da əsas gətirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ki, bəs bu karusel eləyirlər. Düzdür, onu eləyənlər də olur, müəyyən sahibkarlar sürücünə əlavə edir, maşına kart alır, bu çıxardır, o birinə verir ki, yəni sən də sürücünə əlavə elə, avtomobilə kart al. O əsasdan aynada bu cür addım atır, amma bunun özü də bir qanunsuzdur. Tutalım, mən taksi sürücüsüyəm, bugün əli ilə işləyirəm, əli mənim sistemə əlavə edir, sabah vəli ilə işləyirəm, vəli mənim sistemə əlavə edir, ləğv eləmək şərti ilə. Sabah nə bilim, bir vəli mənə əlavə edir sistemə, onunla işləyirəm, bu birlər çıxardır. Və sonra yadımdan çıxıb kağızımla işləmişəm, gələm aynaya müraciət edirəm vətəndaş kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi müraciət edirəm ki, məni kimlərsə əlavə edib, ləğv edin, indi başqa yerə əlavə oluram. Bunlar bunu qadağa qoyurlar. Öz daxili qaydalarına, nə bilim, özlərindən nokta çıxardılar. Mən də buradan deyirəm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, siz məsələni sadələşdirməkdən, asanlaşdırmaqdan ümumiyyətcə qəlizləşdirirsiniz və ictimaiyyətdə, nəinki taksi sürücülərində, ümumiyyətcə vətəndaşlarda bir agresiya, bir qızıl yaradırsınız. Həmçinin də taksi sürücülərində. Yəni, bu məntiq nədir? Sən Azərbaycan Respublikasının vətəndaşının müraciətini geri çevirirsən. İstəmir özü o kart alsın. Sabah çünki gedib başqa yerdən də maşın götürə bilər. Deyir ki, qoyda sahibkar özü alsın. Siz bu məntiqlə nəyə nail olmağa çalışırsınız? Onsuz da sizin apardığınız taksi islahatı, yəni bir köpülü yolda, yəni ki, fiyaskoya uğradı da, yəni o olmadı, o effekti vermədi siz.